Salam, hər vaxtınız xeyir olsun dəyərli müəllimlər. Mən MHM Tədris Mərkəzinin tarix müəllimi Mələk Məmmədova. Bugün biz tarix fənni üzrə növbəti sertifikasiya sınağının suallarının izahını verəcəyik. Birinci suala baxırıq. Uyğunsuzluğu müəyyən edin. Azərbaycan adlı inzibati vahid yaratmışdır, vergini pulla almağa başlamışdır və şərqdə işğallar həyata keçirmişdir. Azərbaycan adlı inzibati vahidi iki hökmdar yaradıb Azərbaycan tarixindən. Şah 1. Abbas və Nadir Şah vergini pulla almağa başlamışdır. Mülahizəsini görən kimi başa düşürük ki, Nadir Şahdan gedir söhbət. Baxaq görək hansı uyğun deyil. Ordusunun əksəriyyəti kəndlərdən ibarət idi. Bəli, Nadir Şah rəiyyəti orduya çağırmışdı və böyük hissəsi də kəndlərdən ibarət idi. Hərbi islahat keçirib, türk dilinə sarayda böyük önəm verib, Osmanlı dövləti ilə sülh müqaviləsi imzalayıb, amma saray çevrilişi yolu ilə hakimiyyətə gəlməyib. Ona görə ki, o Muğanda çağırılan qurultayda seçki yolu ilə hakimiyyətə gəlmişdi. Xronoloji ardıcılığı müəyyən edin. Atabəy Özbək Həmədana hakim təyin edilir. Bu 1197-ci ildir. Xarəzmşahlar üzərindəki qələbədən sonra təyin edirlər. Tiflis Gürcü dövlətinin paytaxtına çevrilir 1122-ci ildə. 1121-də Didqori döyüşü ilə Tiflis müsəlman əmirliyini Gürcülər məğlub eləyir və bir il sonra Tiflisi paytaxtlarına çevirirlər. Gürcülər Ani şəhərində olan iddialarından əl çəkdilər. Bu 1175-ci ildir. Məhəmməd Cahan Pəhləvan atası Şəmsəddin Eldənizin tapşırığı ilə Gürcülər üzərində yürüş eləyir və Gürcülər bu yürüşdən sonra Ani şəhərində olan iddialarından əl çəkirlər. İraq Səlcuq sultanını məğlub edən Azərbaycan dövlətləri arasında dostluq münasibətləri yarandı. İraq Səlcuq sultanını iki Azərbaycan dövləti məğlub eləmişdi. Biri Şirvanşahlar, biri də Atabəylər. Bunlar arasında dostluq münasibəti də 1160-cı ildə yaranmışdı. Belə ki, həmin ildə Şəmsəddin Eldəniz 1-ci Ağstana hakimiyyətə gəlməyə kömək eləyir və aralarında dostluq münasibəti yaranır. Atabəy hökmdarı Təbrizi Rəvadi nəslindən olan sülalənin əlindən aldı. Yəni söhbət Ağsunqurilərdən gedir. Bu Ağsunqurilərin əlindən Təbrizi Məhəmməd Cahan Pəhləvan almışdı. O da 1175-86-cı illərdə hakimiyyətdə olub. Deməli, bu hadisəni də 75-dən sonraya götürəcəyik. Deməli, ardıcıllıq belə olacaq. 2, 4, 3, 5, 1. Birinci 75-ci ildə iki hadisə görürük burada. Birinci Ani şəhərlə olan iddialardan əl çəkməni götürəcəyik. Çünki o zaman Məhəmməd Cahan Pəhləvan hələ sərkərdə idi. Ağsunqurilərin əlindən Təbrizi alması zamanı isə hökmdar idi. Üçüncü suala baxırıq. 1-ci Xosrov Əynişuravanın keçirdiyi inzibati islahata əsasən doğru olmayan fikri müəyyən edin. Bütün ölkə ərazisi 4 böyük canişinliyə bölündü. Bəli, doğrudur. 4 qusta bölünmüşdü. Həm Atropatina, həm Albaniya eyni bir canişinliyin tərkibində birləşdirildi. Bu da doğrudur. Şimal canişinliyinin və yaxud da Adurbaqan canişinliyinin tərkibində birləşdirilir. Şimal canişinliyini idarə edən şəxs Adurbaqan şah titulunu daşıyırdı. Doğrudur. İslahat nəticəsində Albaniyada yerli sülalənin hakimiyyətinə son qoyularaq ölkə birbaşa Sasanilərin idarəçiliyinə keçir. Bax, bu yanlış fikirdir. Çünki zaten Xosrov Əynişuravan hakimiyyətə gələndə ölkədə yerli sülalələr hakimiyyətdə deyildi. Mərzbanlar tərəfindən idarə olunurdu. Ona görə də doğru deyil. Digər tərəfdən isə bu heç ümumiyyətlə inzibati islahata da aid deyil. Y variantına baxaq. Bu islahat Sasanilər dövlətində idarə etmə sisteminin mərkəzləşdirilməsinə xidmət edirdi. Bəli, bu da doğrudur. 4-ə baxırıq. Azərbaycanın 1918-ci il və 1989-cu il tarixi üçün ortaq olmayan cəhəti və ya cəhətlərini müəyyən edin. Tarixi coğrafi adın bərpası. Bu ortaqdır. Çünki Gəncə adını 1918-ci ildə də bərpa eləyiblər, 1989-un dekabrında da bərpa eləyiblər. Ərazi iddialarına qarşı mübarizə 18-də də, 89-da da ermənilərin ərazi iddialarına qarşı mübarizə aparıblar. Mövcud hakimiyyət orqanlarının yerli əhalinin hüquqlarını müdafiə etməməsi. Bəli, 18-ci ildə Bakıda hakimiyyətdə Bakı Soveti idi. Yerli əhalinin hüquqlarını müdafiə etmir və ermənilərlə birlikdə onlara qarşı soyqırım törədir. 89-cu ildə isə yenə də hakimiyyətdə olan Vəzirov yerli əhalinin, Azərbaycanlıların hüquqlarını müdafiə etmir. Onların diqqətini əsas məsələlərdən caydırmağa çalışırdı. Ona görə də C də ortaqdır. Qarabağda yeni idarəçilik tətbiq olunması. Bax, bu 89-cu il üçün uyğun olsa da 18-ci il üçün uyğun deyil. Çünki 89-cu ildə xüsusi idarəçilik komitəsi tətbiq olunmuşdu. Amma AXC dövründə yeni idarəçilik 19-cu ildə tətbiq olunub, 18-də yox. Ona görə bu ortaq cəhət deyil. Ali siyasi hakimiyyətdə dəyişikliyin baş verməsi. 18-ci ildə Azərbaycanda ali siyasi hakimiyyətdə dəyişiklik olsa da
yəni Bakı Soveti, sonra Xalq Komissiyaları Soveti olur, daha sonra Sentral-Kaspia diktaturası, Azərbaycan Xalq Cümhuriyyəti filan belə dəyişikliklər olur, amma 89-cu ildə ali hakimiyyətdə, ali siyasi hakimiyyətdə dəyişiklik olmayıb, bu da ortaq deyil. Deməli cavabımız A variantı. Cənubi Azərbaycana aid Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 1905-11-ci illər məşrutə hərəkatı, 1917-20-ci illər demokratik hərəkat. Ölkənin demokratikləşdirilməsi tələbi irəli sürülüb, bu hər ikisinə aiddir. Təşkilatlardan biri Azərbaycan adlı qəzet nəşr etdirmişdi. Bu 17-20-ci illər hərəkatına aiddir. Çünki Bakıda yerləşən bir təşkilatı da Azərbaycan adlı qəzet nəşr etdirirdi. Muxtariyyət tələbi, bu da 17-20-ci illərə aiddir. Hərbi şura 1905-11-ci illərdədir. Təbriz üsyanı zamanı yaradılmışdı. Konstitusiya qəbul olunması tələbi də 1905-11-ci illərdə. Deməli 1D-Y, 2BC, 3A. 6. Böyük Britaniyanın 18-ci əsrin 70-ci illəri və 19-cu əsrin 2-ci 10 illiyi üçün ortaq cəhət ola bilməz. Yəni 1770-ci illər və 1810-cu ildən sonraki dövr. 10-cu illər, belə deyək. ABŞ ilə müharibəyə başlaması bu elə yanlışdır, ortaq cəhət ola bilməz. Niyə görə? Çünki 1775-ci ildə İstiqlaliyyət müharibəsi başlayan zaman Böyük Britaniya öz Şimali Amerikadakı koloniyaları ilə müharibəyə başlamışdı. Yəni o zaman ABŞ yox idi. ABŞ bu müharibənin gedişində yaranır. Ona görə də bu cümlə, bu ifadə yəni doğru deyil. ABŞ ilə müqavilə bağlaması, bu da aid olmayacaq. Çünki 1814-cü ildə düzdür, Gent müqaviləsi imzalayırlar. Amma 1775-1783-cü illər müharibəsi zamanı müqavilə 1783-də imzalanır. Yəni 70-ci illərdə imzalanmayıb. Ona görə də B də ortaq deyil. ABŞ blokadaya alması, bəli, hər iki müharibədə ABŞ blokadaya almışdı. Ona görə bunu götürmürük. Fransız qoşunları ilə mübarizə aparılması, bəli, İstiqlaliyyət müharibəsi zamanı Fransız qoşunları ABŞ-a kömək eləyirdi. Böyük Britaniyaya qarşı vuruşurdu və 19-cu əsrin 2-ci 10 illiyində də, yəni 1810-cu ildən sonra da Avropada Fransaya qarşı koalisiya yaradılmışdı. İngiltərə də bu koalisiyada iştirak edirdi və fransızlara qarşı vuruşmuşdu. ABŞ-ın şəhərlərinin tutulması, bəli, hər iki müharibədə ABC-ın şəhərlərini tutmuşdu. 70-ci illərdə Filadelfiyanı və Bostonu, daha doğrusu New Yorku, daha sonra Filadelfiyanı tutur. 1812-14-cü illər müharibəsi zamanı isə Vaşinqtonu tutmuşdu. Deməli, cavabımız A, B, yəni C variantı. 7-yə baxırıq. Xəritəyə əsasən uyğunluğu müəyyən edin. Deməli, 2 və 3 bu Aralıq dənizinin şərq sahillərindəki ərazilərdir. Suriya və Fələstin. Deməli, birinci Tutmos yenidən işğal edərək Misrə birləşdirmişdi. Birinci Tutmos yenidən işğal eləməyib, ilk dəfə işğal eləyib. Yenidən işğal eləyən 3-cü Tutmos olub. Ona görə A-nı götürmürük. Və 1-i göstərir, yəni Misri deyir, eradan əvvəl 2-ci minillikdə yenidən vahid halda birləşdirdi. Xeyr, vahid halda zaten eradan əvvəl 4-cü minilliyin sonu birləşdirilmişdi. Yenidən 2-ci minillikdə birləşdirilməyib. O vaxtdan elə vahid halda qalmışdı. 6-nı göstərir, yəni ki, Misirin cənub hissəsi 2-ci Ramzesin 24 metrlik heykəli yerləşirdi. Bəli, Misirin cənubunda Nubiya yerləşirdi. Burada da 2-ci Ramzesin 24 metrlik heykəli var idi, tikdirmişdi. Yəni, Amorey tayfalarının yürüyüşünə məruz qalıb 4 Mesopotamiyadır. Bəli, Amorey tayfaları yürüyüş eləyirlər və burada dünyadakı ilk imperiyanı yaradırlar. Deməli, cavabımız C-dir, yəni B variantı. 8-ə baxırıq. Xəritədəki hansı əraziyə aid məlumat verilməmişdir? Özbəkistanın maliyyə dəstəyi ilə orta məktəb açılmışdı. Bu Füzuliyə aiddir. Füzulidə 2-də yerləşir. 2023-cü ildə yaradılmışdı. Bu Ağdərə rayonudur. O da 1-də yerləşir. 2021-ci ilin ortalarında minalanmış xəritəsi Ermənistandan təhvil alınmışdır. Bu da Füzulidir. Füzulini zaten işarələdik. Ağdamdır. O da 3-də yerləşir. Bir də Zəngilandır, o da 4-də yerləşir. Deməli, burada hansılar qaldı? 5, yəni Xankəndi və 6, yəni Xocavənd. B variantı. Keçirik 9-a.
Qədim Manna və qədim Alban dövləti üçün oxşar olmayan cəhət. Mərkəzləşmiş dövlət idilər, bəli, hər ikisi, çoxallahlıq hər ikisində də olub, yazı ilə hər ikisi tanış idi, inzibati cəhətdən vilayətlərə bölünürdü, hər ikisi də qonşu dövlətlərə qarşı mübarizə şəraitində yaranmışdı. Bu yanlışdır. Çünki Manna düzdür, Urartu və Aşura qarşı mübarizə şəraitində yaranmışdı, amma Alban dövləti heç bir dövlətlə Albanlar, yəni heç bir dövlətlə mübarizə şəraitində dövlət yaratmamışdılar. Əhəməni imperiyası süqut eləyir, ardınca Makedoniyalı İskəndərin imperiyası süqut eləmiş və bir siyasi boşluq yaranmışdı. Bu boşluqdan istifadə edərək Albanlar dövlət yaratmışdılar. Ona baxırıq. 20-ci əsrin 20-ci illərində Azərbaycan SSR-in iqtisadi inkişaf tarixinə aid Venn diaqramına əsasən uyğun olmayan variantı müəyyən edin. Yeni iqtisadi siyasət və sənayeləşdirmə. Burada ortaq cəhətə axtarırıq. Ortaq olmayan, daha doğrusu, ortaq olmayan cəhəti. Xarici ticarət dövlət inhisarında idi. Hər ikisində də xarici ticarət dövlətin inhisarında olub. Yeni iqtisadi siyasət illərində daxili ticarətə sərbəstlik verilir, düzdür. Amma xarici ticarət yenə dövlətin inhisarında idi. Sənayeləşdirmədə də zaten daxilidə, xaricidə elə dövlətin inhisarında olur. Kredit şirkətləri təsis edildi. Bax, bu yeni iqtisadi siyasətə aiddir. Ona görə də ortaq deyil. Bölgələrdə sənaye obyektləri ikisinin də dövründə tikilib, yeni neft yataqları ikisinin də dövründə istismara verilib, yüngül və yeyinti sənaye müəssisələri hər ikisinə də aiddir. Kənd təsərrüfatı vəsaitləri sənayeye qoyulurdu, bu sadəcə sənayeleşməyə aiddir. Deməli, B və F ortaq cəhət deyil. 11. Berlinə daxil olan ilk hərbi hissələrdən idi və Şimali Qafqazın azad edilməsində iştirak etmişdi. Söhbət 416-cı diviziyadan gedir. İndi baxaq görək 416-cı diviziyaya hansı variant uyğundur. Litvanın azad edilməsində iştirak edib, bu 77-ci diviziyadır. Bolqaristanın azad edilməsində iştirak edib, bu 223-cü diviziyadır. Belqrad diviziyası adını almışdı, bu da 223-dür. Azərbaycan SSR-in ilk milli diviziyası olub, bu da 77-dir. 1942-ci ildə yaradılıb, bax bu 416-cı diviziyaya aiddir. Coğrafi kəşflərin siyasi nəticələrinə hansı aid edilə bilməz siyasi nəticəsi sözünə fikir veririk. Yeni kəşf edilmiş ərazilər uğrunda dövlətlər arası münasibətlərdə ziddiyyətlər yaranır. Bəli, hər biri özü ələ keçirmək istəyirdi. İspaniya və Portuqaliyanın nüfuz dairələrinə bölünməsi ilə bağlı müqavilələrin imzalanması. Burada əslində belə olmalıdır ki, İspaniya və Portuqaliya arasında əldə edilən torpaqların nüfuz dairələrinə bölünməsi ilə bağlı müqavilələrin imzalanması. Bəli, bu da siyasi nəticəyə aiddir. Avropa dövlətlərinin Asiya, Afrika və Amerikada müstəmləkə işğallarına şərait yaranması doğrudur. Dünya ticarətinin Aralıq dənizindən okeanlara keçməsi və yeni ticarət yollarının yaranması. Bu da coğrafi kəşflərin nəticəsidir, amma iqtisadi nəticəsidir, siyasi deyil. Ona görə də cavab deyildir. Maya, Aztek və İnki sivilizasiyalarının Avropalı işğalçılar tərəfindən məhv edilməsi, bəli, bu da siyasi nəticəsidir. 13-ə baxırıq. Azərbaycanın 11-ci əsrlərdə hakimiyyətdə olmuş hökmdarlarının fəaliyyətinə aid uyğunluğu müəyyən edin. Birinci Mənüçöhrdən fərqli olaraq aşağıdakı hökmdarların, yəni birinci Mənüçöhrdən fərqli xüsusiyyətini seçməliyik. Fəzl ibn Məhəmməd Xəzər xaqanlığına qarşı mübarizə aparıb. Bu yanlışdır, ümumiyyətlə bu yanlışdır. Çünki Fəzl ibn Məhəmməd Xəzərlərə qarşı mübarizə aparıb, amma o zaman xaqanlıq deyildi. Ona görə biri götürmürük. Mərzban ibn Məhəmməd Slavyanların yürüşünə məruz qalıb. Bəli, məruz qalıb, amma birinci Mənüçöhrdə qalıb. Bu ortaq cəhət, ona görə götürmürük. Yusif ibn Əbu Said Samaniləri məğlub etmişdi. Bəli, Rey şəhərini hətta Samanilərin əlindən almışdı. Bu birinci Mənüçöhrdən fərqli cəhətdir. Vəhsudan dövlətin daxili müstəqilliyini saxlamışdı. Bəli, Səlcuqların yürüşü zamanı Vəhsudan daxili müstəqilliyi saxlayır, amma birinci Mənüçöhrün dövründə Şirvanşahların da daxili müstəqilliyi var idi. Ona görə bu da oxşardır. Deməli, burada cavab yalnız Y, yalnız 3 Y olacaq. Sin Şixuandinin Meti Tanhudan fərqli Aşoka ilə oxşar xüsusiyyətləri. Deməli, oturaq sivilizasiyaya rəhbərlik etmələri. Bəli, Sin Şixuandidə, Aşokada oturaq sivilizasiya idi. Meti Tanhuda isə köçərilər idilər. Yəni, oturaq həyat keçirmirdi də onlar. Ona görə də bir götürəcəyik. Vahid idarəçilik sistemi hər birində mövcud olub. İslahatlar həyata keçirməsi hər biri həyata keçirib. Parçalanmış əraziləri ilk dəfə mərkəzləşmiş dövlətdə birləşdirmələri, bu da Mehdi Tanhudan fərqlidir. Çünki ilk dəfə Hun ərazilərini vahid dövlətdə birləşdirən Teoman Tanhu olub. Amma Sin Şixuandi ilə Aşoka üçün oxşar cəhətdir bu. İşğalcı müharibələr aparılması, bəli, hər biri aparıb. Deməli, 1 və 4, yəni A variantı.
Qaraqoyunlu hökmdarlarına aid uyğunluğu müəyyən edin. Qara İskəndərlə Cahanşahı müqayisə edirik. Ağqoyunlularla vuruşmuşdu. Bu hər birinə aid olacaq. Çünki Qara İskəndər Alaşkert döyüşündə vuruşub. Belə ki, Şahrux Azərbaycana hücum eləyəndə, yəni Qaraqoyunlar üzərinə hücum eləyəndə o zaman Şirvanşahlar və Ağqoyunlar onun müttəfiqi idilər. Ona görə də Ağqoyunlarla döyüşüb Alaşkert döyüşündə Qara İskəndər. Cahanşah da zaten Ağqoyunlarla vuruşmuşdu həm Kiçik Asiyada, həm də Muş döyüşündə. Sonra Teymurilər Azərbaycanda daimi qoşun saxlamamışlar. Bəli, hər ikisinin dövründə saxlamayıb. Ümumiyyətlə, Şahruxun dövründə işğal edilən ərazilərdə daimi qoşun saxlanılmırdı. Teymurlərin vassal asılılığına düşmüşdü. Bu Cahanşaha aiddir və Teymurləri məğlub etmişdi. Yenə Cahanşaha aiddir. Belə ki, 50-ci illərdə Teymuri şahzadələr arasındakı çəkişmələrdən istifadə edərək gedib Teymurləri məğlub eləmiş, onların ərazilərini tutmuşdu, Heratda taxta oturmuşdu. Teymurlərin tərəfindən taxtdan salınıb, bu da Qara İskəndərə aiddir. 1435-ci ildə Təbriz yaxınlığında döyüşdə Qara İskəndər Teymurlər tərəfindən taxtdan salınıb. Deməli, 1Y, 2CD, 3AB, yəni Y variantı. 16. Sultan 1-ci Süleymanın Səfəvilər üzərinə 3-cü yürüşündən fərqli olaraq 4-cü yürüşünə aid olan cavabı müəyyən edin. 3-cü yürüş 1548-dir, 4-cü yürüş 1554-dür. Deməli, 3-ə aid olmayan, 4-ə aid olan cəhətlər. İsmail Mirzənin əks hücumuna məruz qalmışdı. Bu 3-cü yürüşdən sonra olur. Kırım döyüşləri qoşunları da iştirak edir, bu aid deyil. Səfəvi şahzadəsinin təhriki ilə baş tutub, bu da 3-cü yürüşə aiddir. Arazdan şimalda döyüşdə məğlub olmuşdu. Bəli, Boğurt döyüşündə Süleyman məğlub olur Səfəvilərə. Bu da Naxçıvan ərazisində, yəni Arazdan şimalda baş vermişdi. Ona görə cavab D-dir. Səfəvilər yandırılmış torpaq taktikasından istifadə edib. Bu isə yəni bütün yürüşləri üçün zaten oxşardı da. Səfəvilər Osmanlılara qarşı elə hər bir yürüşlərində demək olar ki, yandırılmış torpaq taktikası istifadə eləyiblər. Yəni Süleymanın hər bir yürüşündə biz görürük bunu. Hansı ərazidə 17-ci əsrə aid memarlıq abidəsi yoxdur? Baxaq, bir Kəlbəcərdir, Laçındır. Laçında Saraşıq məbədi var idi 17-ci əsrə aid, ona görə bunu götürmürük. 2 Ordubaddır, Ordubadda Qeysəriyyə bazarı var idi, bu da 17-ci əsrdir. 3 Gəncədir, Gəncədə Cümə məscidi var idi, yenə 17-ci əsr. 4 Şamaxıdır, Şamaxıda Kələxana məqbərəsi var idi. 5 Qusar, 6 Quba, bunların heç birində 17-ci əsrə aid memarlıq abidəsi görmürük. 18-ə baxaq. Xürrəmlər hərəkatına aid hadisələrdən hansı daha sonra olmuşdur? Azadlıq hərəkatında sərt mübarizə xəttinə keçilməsi bu 816-cı ildə Babəkin rəhbərliyə gəlməsindən sonra olur. Ərəblərin Bəz qalasını ələ keçirmək uğrunda döyüşdə məğlub olmaları 829-cu il Həştadsər döyüşüdür. Bəz qalası uğrunda 2 dəfə döyüş olub. Biri 829 Həştadsərdə, biri də 837-də. Ərəblərin məğlub olduğu döyüş isə 829-dur. Babəkin ilk dəfə ağır və ciddi məğlubiyyətə uğraması 833-cü il 2-ci Həmədan döyüşüdür. Xürrəmlərin Həmədan şəhərini azad etmələri 831-ci Həmədandır. Arsakın ərəblərdən alınması bu 9-cu əsrin 10-cu illərinə sonuna yaxın, yəni 819-cu il təxminən bu ərafələrdə olmuşdur. Yəni 9-cu əsrin 20-ci illərinə yaxın. 20-ci illəri. Ona görə də burada belə deyək, daha sonra olanı C variantıdır. Elə Babəkin ilk dəfə ağır və ciddi məğlubiyyətə uğraması. 19. Osmanlı İmperiyasının daxili siyasəti 1-ci Mahmudun dövründə və 2-ci Əbdülhəmidin dövründə. Osmanlının Balkanlarda daha əvvəl itirdiyi ərazilərin xeyli hissəsini geri qaytarması. Bəli, 1-ci Mahmudun dövründə qaytarır, amma bu xarici siyasətdir. Biz isə daxili siyasət axtarırıq. Yeniçərilərin müqavimətini qırır, bəli. Mədəni maarif tədbirləri görüb, bu da doğrudur. Belə ki, həndəsənin geniş şəkildə tətbiq edildiyi bir məktəb açdırır. Sonra kağız istehsal edən bir müəssisə açdırır, kitabxana yaradır. Bunlar mədəni maarif tədbirlərinə aiddir. 2-ci Əbdülhəmidə baxaq, Gənc Türklər hərəkatı başlamışdır. Gənc Türklər hərəkatı başlayıb, düzdür, 2-ci Əbdülhəmidin dövründə, amma bu Əbdülhəmidin daxili siyasəti deyildi. Yəni o zaman ölkə daxilində baş verən bir fəaliyyət idi, yəni bir proses idi. Ölkə 2 dəfə konstitusiyalı monarxiya çevrilib. Bəli, 2-ci Əbdülhəmid 1876-cı ildə konstitusiyanı qəbul edir, konstitusiyalı monarxiyaya çevrilir. Bir də gənc türklərə məğlub olduqdan sonra, yəni 1908-ci il üsyanı nəticəsində ölkədə sərt diktatura rejimi qurulmuşdu. Bəli.
Belə deyək, BC, 2BC A variantı. 20-yə baxırıq. Böyük Karlın Justinian ilə oxşar Xlodvigdən fərqli xüsusiyyətləri. Kilsə ilə ittifaqda olmaları. Bunların hər biri kilsə ilə ittifaqda olub zaten. Bu oxşar cəhətdir. Deməli, burada Böyük Karlın Justiniana aid, Xlodviga aid olmayanı seçməliyik. İşğalcı siyasət yeritmələri yenə hər bir işğalcı siyasət yeridib. İmperiya statuslu dövlət idarə etmələri, bəli. Böyük Karlla Justinianın idarə etdiyi dövlət imperiyadır. Yəni Böyük Karl özü imperiya, yəni onun dövründə imperiya yaranır. Justinianda da zaten imperiya idi, amma Xlodvigdə imperiya deyildi. Pirene yarımadasında işğal həyata keçirmələri, bəli. Böyük Karl burada ərəblərlə vuruşmuşdu və bir əyalət ələ keçirmişdi. Justinian da yenə yürüş eləmişdi. Pirene yarımadasının cənubunda kiçik bir ərazi ələ keçirə bilmişdi. Yazılı qanunlar toplusu tərtib etmələri bu Justinianla Xlodvigdə olub, amma Böyük Karlda olmayıb. Ona görə də 3-4Y variantı. Hansı xanlıqlara aid məlumat verilməmişdir? Əfşarların ilk hücumunu dəf etsə də sonradan tabi olmuşdur. Burada söhbət İrəvan xanlığından gedir. Urmiyalı Fətəli xan birinci dəfə yürüş eləyəndə onu dəf eləyirlər. O da əfşar idi də, amma ikinci dəfə tabi olurlar. Deməli, Urmiyanı çıxırıq. Urmiya 4-də yerləşir. Məhəmməd Həsən xan Qacarın yürüşü zamanı tabi edilmişdir. Bu Urmiyadır. Qarabağa hücum edir 1757-də, tabi edə bilmir. Xatanarxı döyüşündə geri qaydanda Urmiyanı tabi edir. Qarabağ xanlığı ilə birlikdə Qaradağ xanlığının müstəqilliyinə son qoymuşdu. Bu Xoy xanlığıdır. 1782-ci ildə Xoyda 3-də yerləşir. Qəzvini tabi etmişdi. Bu da Zəncandoda 2-də yerləşir. Deməli, burada hansı ərazilərə, xanlıqlara aid məlumat verilməyib? Bir Maku 5-də yerləşən, bir də Naxçıvan 6. Yəni cavabımız 5 və 6 olacaq. Keçirik 22-yə. 20-ci əsrin 60-cı illərinə aid uyğunluğu müəyyən edin. Türkiyə, Hindistan və Çin. Deməli, Türkiyə iqtisadi sahədə dövlət nəzarətinin artırılması. Bəli, dövlət nəzarətini artırırlar. Planlı və bazar iqtisadiyyatının birgə tətbiqi, bəli, qarışıq iqtisadiyyat tətbiq edirlər. Qapalı və proteksionist iqtisadi siyasətdən imtina edilməsi. Xeyr, yanlışdır. Bu 50-ci illərdə bir qapalı və proteksionist siyasətdən imtina edirlər. Bir də 80-ci illərdə. 60-cı illərdə isə əksinə dövlətin iqtisadiyyat üzərində nəzarəti güclənir. Ona görə də C-ni götürmürük. Hindistanda sülh və əməkdaşlığın müdafiəsi siyasətinin əsası qoyulur. Bu 60-cı illərdə deyil, yəni ondan daha əvvəldə sülh və əməkdaşlığın müdafiəsi siyasəti, yəni Cəvahirləl Nehru tərəfindən həyata keçirilirdi. Ona görə A-nı götürmürük. Bir tərəf xarici siyasət yeridilməsi, bəli, ümumiyyətlə Hindistanda elə Cəvahirləl Nehrudan başlayaraq bir tərəf xarici siyasət yeridilirdi. 60-cı illərdə də bu davam etdirilir. İri sənaye sahələri və bankların milliləşdirilməsi, bəli, milliləşdirilir 60-cı illərdə. Yəni Indira Gandhinin dövründə. Çinə baxırıq, kütləvi siyasi terror həyata keçirilməsi, bəli, mədəni inqilab adı altında 66-dan 76-ya qədər kütləvi terrorlar həyata keçirilmişdi. Sərhəd müqaviləsi, xeyr, sərhəd müqaviləsi bağlanmayıb, amma sərhəd münaqişəsi baş verib SSR ilə 60-cı illərdə. Daha böyük kollektiv təsərrüfatlar yaradılmağa başlayır. Bu 60-cı illərdə başlamır, 50-ci illərin sonu başlayır böyük sıçrayış planına əsasən. Deməli, A, B, B, C və A variantı. 23. Səbəb nəticə əlaqələrinə aid uyğunluğu müəyyən edin. 70-ci illərin ortalarında başlayan dünya iqtisadi böhranının SSR-yə təsir etməsi və yeni xammal yataqlarının kəşfi sonra nə olur və nəticəsi də ölkədə iqtisadi tənəzzülün güclənməsi və əmək məhsuldarlığının kəskin azalması olur. Təbii ki, burada o SSR yeni xammal yataqları kəşf eləyir, gəlir əldə eləyir. Amma o gəliri lazımlı şeylərə xərcləmir, silahlanma yarışına və geridə qalmış Sovet respublikalarını xərclədiyi üçün ölkədə iqtisadi tənəzzül güclənir. Xronoloji ardıcıllığı müəyyən edin. Deməli, Makedoniya imperiyasının parçalanması, bu, qoy belə yazaq. Eradan əvvəl 323-cü ildə İskəndərin ölümündən sonra Pun müharibələrinin başlanması eradan əvvəl 264-dür. Vətəndaş müharibəsinin son döyüşü, yəni söhbət Romadan gedir. Burada Roma olmalıdır. Romada vətəndaş müharibəsinin son döyüşü. Bu da eradan əvvəl 31-ci il Aksi döyüşü. Deməli, Roma imperiyasının son işğalları, bu bizim eranın 2-ci əsridir, Trayanın dövrüdür. Karfagenin Romanın əyalətinə çevrilməsi eradan əvvəl 146. Qədim Yunanistanın demokratiyanın
zirvə nöqtəsinə çatması bu eradan əvvəl 5-ci əsr periklon dövrüdür. Qərbi Roma imperiyasının yaranması bu bizim eranın, yenə bizim era yazım ki qarışmasın, 476-cı ili Romanın Apennin yarımadasının işğalını başa çatdırması eradan əvvəl 3-cü əsrin əvvəli. Deməli burada baxırıq. Axırıncı nədir burada? Axırıncı vətəndaş müharibəsinin son döyüşüdür. Yəni eradan əvvəl 31. Deməli elə bir baxmalıyıq variantlara ki, eradan əvvəl 31-ci ildən sonra nə varsa onu çıxaq. Məsələn, A variantı Roma imperiyasının son işğalları bizim eranın 2-ci əsridir. Biz artıq bunu çıxacağıq çünki bizə lazım deyil. Bir də Qərbi Roma imperiyasının yaranması, bu da bizə lazım deyil. Bu bizim eranın 476-cı ilidir. İndi bizə lazımdır? Eradan əvvəl 323-cü ildən əvvəl olan hadisə. Bu da hansıdır? Bu da C variantıdır. Eradan əvvəl 5-ci əsr qədim Yunanistanda demokratiyanın zirvə nöqtəsi. Ona görə 1-yə C-ni götürürük. Sonra 323 ilə 264-cü il arası hadisə nədir? Onu götürməliyik. O da Y variantıdır. Eradan əvvəl 3-cü əsrin əvvəli. Və ən sonda bu müharibələrindən sonra, yəni eradan əvvəl 264-dən eradan əvvəl 31-ci ilə qədərki hadisəni seçməliyik. O da Karfagenin Romanın əyalətinə çevrilməsidir. Deməli C, Y və 1C, 3Y və B, 5B, yəni B variantı aiddir. 25-ə baxırıq. Müasir dövrdə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı verilmiş səbəb-nəticə əlaqələrindən hansı doğrudur? Deməli, səbəb İki qütblü dünya sistemindən son qoyulması, nəticə NATO-nun hərbi blok kimi fəaliyyətini tamamilə dayandıraraq yalnız siyasi təşkilata çevrilməsi təbii ki, doğru deyil. NATO fəaliyyətini dayandırmır. B variantı. Səbəb NATO-nun sülh naminə tərəfdaşlıq proqramını qəbul etməsi, nəticə olaraq təşkilatın genişlənməsi və regional hərbi siyasi təşkilatdan qlobal güc təşkilatına çevrilməsi. Bu doğrudur. Elə cavabımız da B-dir. C. ATƏT-in İstanbul samitinin keçirilməsi və ABŞ-nin tək başına dünyada hökmranlıq etməsinin qarşısını almaq üçün Rusiya və Çin ittifaqının rəsmiləşməsi. Bu yanlışdır, çünki rəsmiləşmir ittifaq, sadəcə yaxınlaşma baş verir. D. 20-lər qrupunun, yəni G20-nin fəaliyyətə başlaması, BMT-nin qlobal iqtisadiyyatın idarə olunmasında yeganə və mütləq qurum kimi mövqeyini daha da möhkəmləndirməsi xeyir. BMT öz mövqeyini möhkəmləndirmir, əksinə G20-yə daxil olanlar, belə deyək, daha güclənirlər, mövqelərini möhkəmləndirirlər. Orada iştirak edənlər isə, belə deyək, daha doğrusu BMT-nin üzvü olan 173 ölkə orada iştirak eləmirdi. Bu da əksinə, yəni BMT-nin, belə deyək də, qlobal iqtisadiyyatın idarə olunmasına yeganə və mütləq güc olmasına imkan vermir. Ona görə də bu yanlışdır. Səbəb, Avropa İttifaqı haqqında Maastricht müqaviləsinin imzalanması, nəticə Avropada inteqrasiya proseslərinin zəifləməsi və dövlətlərin milli iqtisadiyyata qayıtması. Əksinə, inteqrasiya prosesləri güclənmişdir bu dövrdə. 26-ya baxırıq. Uyğunluğu müəyyən edin, hadisə və nəticə. Almaniyada reformasiya və 30 illik müharibə. Deməli, Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdi. Bu 30 illik müharibəyə aiddir. Almaniyanın siyasi parçalanması güclənir. Bu reformasiyaya aiddir. Qərbi Avropada üstünlük Fransadan İspaniyaya keçdi. Bu da 30 illik müharibədir. Almaniyada milli mənafe məsələsi ön plana çıxdı. Bu da 30 illik müharibədir. Katolik kilsəsi parçalanır. Reformasiyaya aiddir. Deməli, 1B-yə, 2A-C-D. Neft uğrunda böyük döyüşün başlandığı ildə baş verməmişdir. Neft uğrunda böyük döyüş Stalingrad döyüşüdür. Stalingrad. Bu da 1942-ci ilin noyabrında başlayır. Həmin ildə nə baş verməyib? Yaponiyanın Avstraliyanı işğal etmək təhlükəsinin qarşısı alındı. Bu 1942-ci ildir. Mərcan adaları yaxınlığındakı döyüşdə alınır. Alman-İtalyan qoşunu Şimali Afrikada təslim olur. Bu 1943-dür. Ona görə cavabımız B-dir. Digərlərinə də baxaq. BMT-nin yaradılmasında ilk addım, bu da 1942-ci ilin yanvarındadır. 26 dövlət Atlantika Xartiyasına qoşularaq Birləşmiş Millətlərin bəyannaməsini imzalayır. Bununla da BMT-nin yaradılmasında ilk addım atılır. Faşist blokunun üstünlüyünün zirvə nöqtəsi 42-nin əvvəlidir. Sakit Okeanda dönüş yenə 42-ci ildə Midway döyüşü ilə olmuşdur. 28-ə baxaq. Aşağıdakı prezidentlərin daxili siyasətinə aid uyğunluğu müəyyən edin. Daxili siyasət sözünə diqqət yetiririk. Lyndon Johnson, Ronald Reagan və Bill Clinton. Təhsil islahatının keçirilməsi, bu Bill Clintona aiddir, özü də daxili siyasətdir.
Sonra işsizliyə görə büdcədən ayrılan müavinətlərin ləğv edilməsi. Bu da Bill Clinton, Ronald Reaganın daxili siyasətidir. Kubada baş verən inqilaba müdaxilə edilməsi. Bunların heç birinə aid deyil, John Kennedy'yə aiddir. Qara dəriləri ağlarla hüquq bərabərliyinin verilməsi. Bu Lyndon Johnsona aiddir. ATƏT-in həmsədrlərindən biri kimi fəaliyyətə başlaması. Minsk qrupunun həmsədrlərindən. Bu da Bill Clinton'a aid, amma daxili siyasət deyil, yəni xarici siyasətdir. Ona görə də bunu da götürmürük. Deməli 1D, 2B, 3A, C variantı. 29-a baxırıq. AXC-nin 5-ci hökumətinin 1-ci hökumət ilə eyni, 2-ci hökumətdən fərqli fəaliyyətini müəyyən edin. Deməli, 5-ci və 1-ci hökumətə aid, 2-ci hökumətə aid olmayan. Qonşu dövlətlər hərbi müdafiə paktının imzalanması. Bu 1919-cu ilin iyununda Gürcüstanla imzalanmışdı. O 4-cü hökumət kabinetinə aiddir. Bunlara aid deyil. Dostluq müqaviləsi də bəli, bu 1-ci hökumətdə olub. 1-ci hökumət Osmanlı ilə dostluq müqaviləsi imzalayıb. 5-ci hökumətdə Qacarlarla. Ona görə B-ni götürəcəyik. Qanunverici hakimiyyət orqanının fəaliyyət göstərməsi. Qanunverici hakimiyyət orqanı hər birində olub. Birincidə Milli Şuradır. İkincidə də noyabrın 16-sından dekabrın 7-sinə qədər Milli Şura olub. İkinci hökumət deməli iyun ayından 1918-in iyunundan dekabrın 7-sinə qədər fəaliyyət göstərib də. O müddətdə noyabrın 16-sına qədər qanunverici səlahiyyət ikinci hökumətdə olsa da, noyabrın 16-sından dekabrın 7-sinə qədər Milli Şura bərpa olunub, yəni onda olub. 5-ci hökumətdə də zaten parlament olub. Ona görə bu ortaqdır deyə götürmürük. Müstəqilliyin tanınmasına nail olunması. Bəli, 1-ci hökumət Osmanlının tanınmasına nail olur müstəqilliyini. 5-ci hökumətdə Antanta tərəfindən müstəqilliyinin, yəni daha doğrusu Versal Sülh Konfransında da, yəni müstəqilliyinin tanınmasına nail olur. Deməli, B və D doğrudur. Qərb qonşusu ilə mübarizə. Qərb qonşu da Ermənistandır. Zaten bunların hər biri qərb qonşu ilə mübarizə aparıblar. 30-cu sual. İttihat Partiyası ilə Rusiya müsəlmanlarının 1-ci qurultayının qərarlarındakı oxşar cəhət nə idi? Şimali Azərbaycana muxtariyyət verilməsi, xeyr. Qadınlara seçki hüququ verilməsi məsələsi müzakirəyə çıxarmaları, bu da deyil. Rusiya daxilində müsəlman xalqlarının fəaliyyətini birləşdirmək məqsədi daşımaları. Bəli, Rusiya müsəlmanlarının 1-ci qurultayı, yəni Nijni Novqoroddakı 1905-ci ilin avqustundakı qurultayda da həmin məsələ ortaya çıxarılmışdı ki, Rusiya müsəlmanlarının fəaliyyəti birləşdirilsin. İttihat Partiyasında zaten məqsədi o idi. 31-ə baxırıq. İranzu ulusunu və Ahşerini müqayisə eləyirik. Deməli, qonşu dövlətlə ittifaqda olmuşdu. Hər birinə aiddir qonşu dövlətlə ittifaq. İranzuli ulusunu Aşurlarla, Ahşeri isə İskitlərlə ittifaqda olub. Qaştaritiyə kömək göndərmişdi. Bu Ahşeriyə aiddir. Manna həm Qərb Şərqin güclü dövlətlərindən birinə çevrilmiş, həm də daxili parçalanma təhlükəsi ilə üzləşmişdi. Bu İranzuya aiddir. Sonra Aşur ordusunu ərzaqla təmin etməyi öhdəsinə götürür. Bu Ulusunuya aiddir. 714-cü ildəki yürüşdən gedir söhbət. Manna əvvəllər Urartu tərəfindən tutulmuş, Urmiya gölündən şimaldakı əraziləri öz hakimiyyəti altına alır. Bu da Ulusunuya aiddir. Deməli, 1C, 2D'ye, 3B, 4A, yəni A variantı. Ərəb dövlətinə aid xronoloji ardıcıllığı müəyyən edin. Ərəblərin Mərkəzi Asiyanı tamamilə işğal etmələri bu Əməvlərin dövrüdür. 7-8-ci əsrin ortalarına qədər. Misrin ələ keçirilməsi Rəşidi xəlifələrin dövrüdür. Bu da 634-dən 661-ə qədər olmuşdu. Müsalə dəyişikliyinə səbəb olan üsyan da 750-ci il Əbu Müslim üsyanıdır. Deməli, A2, B1 və C3 olacaq. Bəli. A2, B1, C3, C variantı. 33-də doğru faktı tapın. Qapaqan xanın dövründə Çinin şimalında yaşayan türkləri ilk dəfə vahid mərkəzə birləşdirildi. Bu Qapaqan xanın dövrü deyil, Bilgə xanın, Qutluq xanın dövrü idi. Ona görə də düz deyil. Bilgə xaqan türklərin Bismarck adlandırılan Toynikukun məsləhəti ilə oturaq həyata keçdi. Xeyr, əksinə Toynikuk köçərliləri, yəni onların köçəri olmasını təbliğ eləmişdi. İkinci Gölcük dövlətinin yaradıcısı Çinlilərin türk idarəçiliyinə müdaxiləsinin qarşısını alır. Bəli, Qutluq xan, yəni İltəris xan türk qızı ilə evlənir və beləliklə Çinlilərin türk idarəçiliyinə
müdaxiləsinin qarşısını alır. Yəni cavab C-dir. Dövlət 744-cü ildə qırğızların üsyanı nəticəsində süqut etdi. Xeyr, Uyğurlar süquta uğratmışdı dövləti. Kültigin dövləti qardaşı Bilgə xaqanla birlikdə idarə edən baş məsləhətçi idi. Xeyr, Kültigin deyildi, baş məsləhətçi Tonyukuk idi. 34-ə baxırıq. 2-ci Henrix, 7-ci Henrix və 11-ci Ludovik. Feodalların hərbi dəstələrini ləğv etdi. Bu 7-ci Henrixə aid olacaq. Çünki feodalların hərbi dəstələrini ləğv etməklə ara müharibələrinə də son qoymuşdu. Parçala hökmranlıq et siyasətindən istifadə edir. Bu 11-ci Ludovikdir. Feodallara qarşı istifadə edir. Flandri hesabına torpaqlarını genişləndirməyə cəhd edir. Buradakı hökmdarların heç birinə aid deyil bu. Hər bir adam müəyyən ödənç müqabilində kral məhkəməsinə müraciət edə bilərdi. Bu 2-ci Henrixin dövründəki islahatı parlament qanunlarının verilməsində iştirak edirdi. Bu da 7-ci Henrixdir. Çünki 14-cü əsrdən artıq parlament qanunların verilməsində iştirak edirdi. 7-ci Henrixdə hakimiyyətə 15-ci əsrdə gəldiyinə görə, deməli, onun dövründə də qanunların verilməsində iştirak edirdi. Deməli, amma onu da qeyd eləyək ki, 7-ci Henrix artıq, belə deyək, mütləq monarxiya yaratmağa başlamışdı. Yəni, onun dövründən başlayaraq mütləq monarxiya formalaşmağa başlayır. Yəni, parlamentin hüquqlarını məhdudlaşdırmaq söhbəti var burada. Keçirik 15-ə. Deməli, bura baxaq da 1D, 2A-Y, 3B oldu. Bəli, C variantı. 35-ə baxaq. Xəritədə qeyd edilən ölkələri qadınların kişilərlə bərabər hüquqlu hesab edilməsi və səs vermə hüququ əldə etməsi tarixlərinə görə xronoloji ardıcıllıqla düzün. Burada da 1 Türkiyədir, 2 ABŞ-dır, 3 də Azərbaycandır. Deməli, birinci Azərbaycanda olub 1919-da, Türkiyədə 1924-də, Amerikada isə 1920-də. Deməli, nə olacaq? 3, 2 və 1 Y variantı. Dehli Sultanlığında Məmlüklər sülaləsindən fərqli olaraq 14-cü əsrin ikinci yarısında. Məmlüklər sülaləsi nə vaxta qədər hakimiyyətdə olub? 1290-a qədər, düzdürmü? İndi baxaq, Hind feodallarına qarşı mübarizə. Bəli, məmlüklər də aparıblar. Xüsusən Qiyasəddin Balabanı xüsusi qeyd eləməliyik. Daxili çəkişmələr, bəli, məmlüklərdə də olub. Raziyə Sultanın dövründə xüsusən daxili çəkişmələr güclənir. Qiyasəddin Balaban bu çəkişmələrə son qoyur. Dövlətin parçalanma təhlükəsi yaranıb. Yəni, məmlüklərdə də olub. Belə ki, Qiyasəddin Balaban bu təhlükənin qarşısını alır. Xarici işğalçıların hücumuna məruz qalıb. Məmlüklər Monqolların hücumuna məruz qalır. 14-cü əsrin ikinci yarısında Teymurlərin hücumuna məruz qalırlar. 1398-də. Ərazisində müstəqil Hind dövlətləri yaranmağa başlamışdı. Bu, artıq 14-cü əsrin 80-ci illərindən başlayaraq ərazilərində müstəqil Hind dövlətləri yaranmağa başlayır. Deməli, Y variantı. O sadəcə 14-cü əsrin ikinci yarısına aiddir. Türkməncay müqaviləsinə aid olmayan müddəaları müəyyən edin. Arazdan cənubdakı Azərbaycan torpaqları Qacarlara verildi. Bax, elə bu yanlışdır. Nəyə görə? Çünki Lənkəran da Arazdan cənubdadır da, düzdürmü? Amma Lənkəran Türkmənçay müqaviləsinə görə Ruslara verilir. Ona görə də bu doğru deyil. Bura bir bütün sözü də əlavə eləsək daha yaxşı olar. Yəni, Arazdan cənubdakı bütün Azərbaycan torpaqları Qacarlara verildi. Bəli. Məğlub dövlətin ərazisi müəyyən müddət işğal altında qalmalıydı. Bəli, təzminatı ödəyənə qədər, Qacarlar təzminatı ödəyənə qədər Cənubi Azərbaycanda Rusların işğal etdiyi ərazi onların əlində qalacaqdı. Xəzər dənizində Qacarların ticarət gəmiləri üzə bilərdi. Bəli, hərbi gəmi saxlamaq hüququ yalnız Ruslara məxsus idi, amma ticarət gəmisi Qacarlar da saxlaya bilərdi. Ruslar Xoyxanlığından geri çəkilməli idilər. Yəni, burada Ruslar zaten Cənubi Azərbaycanda işğal eləyəndə Xoy xanlığı yox idi. Onu 1-ci Rus-Qacar müharibəsindən sonra xanlıqlar bir neçə xanlıq istisna olmaqla, Makudu, Urmiyada və s. bunlar istisna olmaqla ləğv edilmişdi. Yəni, Ruslar Xoyu işğal edərkən o xanlıq deyildi. Ona görə də bunu da düz götürmürük. Ruslar Qacarlara təzminat ödəməlidir. Əksinə, Qacarlar Ruslara təzminat ödəməlidir. Deməli, A, D, Y, B variantı. 38. Verilən xüsusiyyətlərdən hansı Azərbaycanda keçirilən 1846-47-70-ci illər islahatlarına aid edilə bilməz? Çarizmin sosial dayağını möhkəmləndirmək məqsədi daşıması. Bəli, doğrudur. Azərbaycanın bütün ərazisindəki kəndli kateqoriyalarını əhatə etməsi. Ərazisindəki bütün kəndli kateqoriyalarını, yəni bu tərəfə keçməlidir.
Xeyr, bu doğru deyil. Ona görə ki, dövlət kəndlərinə aid edilməmişdir. Ona görə də 2-ni götürürük. Aqrar sahədə irəliləyişin təmin olunması məqsədi daşıması. Xeyr, aqrar sahədə irəliləyiş məqsədli deyildi. Sadəcə olaraq, belə deyək, bölgəni imperiya şərtlərinə uyğunlaşdırmaq və yerli əhali ilə münasibətləri tənzimləmə xarakteri daşıyırdı. Mülkiyyətçilərin imtiyazlarını qorumağa xidmət etməsi, bəli, doğrudur. Mülkədarların xətrinə dəyməməyə çalışırdılar. Çarizmin yerli ali müsəlman silkili ittifaqını möhkəmləndirmək siyasətinin tərkib hissəsi olması, bəli. Deməli, cavab 2 və 3-dür, B variantı. 18-ci əsrin 20-30-cu illərində Osmanlıların Azərbaycan torpaqlarında həyata keçirdiyi sosial-iqtisadi tədbirlər haqqında doğru olmayan fikri müəyyən edin. Vergilərin yığılması bəzi hallarda iltisama verildi. Bu doğrudur. Bütün qadın, uşaq, qoca, şikəst və zehni işlə məşğul olanlar vergilərdən azad edildi. Doğrudur. Ağır vəziyyətdə olan əhalinin güzaranını yaxşılaşdırmaq məqsədi ilə Səfəvilər dövründə alınan bəzi vergilər ləğv edildi. Ləğv edilmir, sadəcə müvəqqəti olaraq alınmır. Ona görə cavab C-dir. Xas torpaqları dövlət idarəsinə keçərək onlara xidmət edən yerli feodalların şərti mülkiyyətinə verilir. Bəli, divan və xas torpaqları üçün oxşar, yəni düzgün fikirdir bu. Vergi dəftərləri tərtib edilərək əhali siyahıya alındı və ticarətdə Səfəvilər dövründə alınan vergilər olduğu kimi saxlanıldı. Bəli, Səfəvilər dövründəki vergilər saxlanılmışdı. 40 sxemə əsasən yanlış cavabı müəyyən edin. Cənubi Qafqaz Komissarlığı və Zaqafqaziya Seymi. Cənubi Qafqaz Komissarlığının daxili siyasətini, Zaqafqaziya Seyminin xarici siyasətinə aid yanlış cavabı seçməliyik. Milli fraksiyalar arasında fikir ayrılığı yaranmışdı. Bu daxili siyasətdir, ona görə seçməliyik. Çünki biz daxili siyasətə aid olmayanı seçməliyik. Cənubi Qafqazda hərbi əməliyyatlar dayandırılıb. Bu xarici siyasətdir, ona görə götürürük. Bolşeviklərin hakimiyyətini tanımayıb. Bu daxili siyasətdir. Çünki Cənubi Qafqaz Komissarlığı hələ də Rusiyanın daxilində idi. Zaqafqaziya Seyminin xarici siyasətinə aid olmayanı seçməliyik. Rusiyada demokratik dövlət yaradılacağına ümid bəsləyirdi. Bax, bu daxili siyasətdir, xarici deyil. Ona görə götürürük bunu. Brest-Litov sülhünün şərtlərini tanıdı. Bəli, tanıyır sonradan, amma bu xarici siyasətdir. Biz isə xarici siyasəti götürməməliyik. Osmanlı dövlətinin irəli sürdüyü Rusiyadan ayrılaraq müstəqilliyinin elan edilməsi tələbini qəbul edərək müstəqilliyini elan etdi. Aha, müstəqilliyini elan eləyir. Doğrudur. Və bu daxili siyasətdir, xarici siyasət deyil. Çünki müstəqilliyin elan edilməsi daxili məsələdir. Deməli, ona görə də C-ni də götürürük. 1B, 2A, C, D variantı. 41. Xəritədə hansı əraziyə aid məlumat verilməmişdir? 20-ci əsrin 20-ci illərində Avropada iki təklənmiş dövlətin iqtisadi blokadadan çıxdığı müqavilə imzalanmışdır. İki təklənmiş dövlət, biri Rusiya idi, biri Almaniya. Və 20-ci əsrin 20-ci illərində onlar Rapalloda müqavilə imzalayırlar. 1922-ci ildə, o da İtaliyadadır. Deməli, 3-ə aid məsələ, yəni mülahisə verilib. 1935-ci ildə ərazisi təminat altına alınıb, bu Avstriyadır. O da 4-də yerləşir. 1937-ci ildə İtaliya və Almaniyanın hərbi müdaxiləsinə məruz qalıb. Bu da İspaniyadır. O da getdi. Deməli, burada 1 Fransa, 5 İsveçrə. Bunların heç birinə aid məlumat verilməyib. Sxemdəki hadisələrin baş verdiyi ilə aid olmayan faktı qeyd edin. Milli Şuranın yaradılması haqqında razılaşma 91-in oktyabrıdır. Xocalının Meşəli kəndində Azərbaycanlara qarşı soyqırım, bu da 91-in dekabrıdır. İsveçrə tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması, bu 91-dədir. Heydər Əliyevin prezidentliyi namizədliyinin təsdiq olunmaması 91-in sentyabrıdır. Kommunist Partiyası 91-in sentyabrıdır buraxılır. AXC tərəfindən özünü müdafiə dəstələri təşkil edilməyə başladı və bu 1990-cı ilin yanvarıdır. Ona görə deyildi. Sərhəd rayonlarda özünü müdafiə batalyonları yaradılmasının qərarı alınması, bu da 91-ci ilin noyabrıdır. Bu da deyil. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demos və plebeylər. Respublika dövründə islahat nəticəsində torpaq payına sahib oldular. Bu plebeylərdir. Qayqıraq qardaşlarının islahatları nəticəsində əhalinin hakim təbəqədən başqa qalan bütün yoxsul təbəqəsi idilər. Bu heç birinə aid deyil. Çünki yəni yoxsul təbəqəyə qullar da daxil idi də. Onlar demos və plebey deyildilər. Üstəlik, demosun içərisində sonra gedib koloniyalarda varlanan varlı tacirlər, gəmi sahibləri filan da var idi. Ona görə B doğru deyil. Məhsulun yarısını varlılara verirdilər vergi kimi. Bu
Bəli, bu plebeylərə aiddir. Plebeylər məhsulu icarəyə götürür və məhsulun yarısını da vergi kimi torpaq sahibinə verirdilər. Eradan əvvəl 5-ci əsrdən idarəetmədə iştirak edə bilərdilər. Bu Demosa aiddir, Periklın dövründən. Hakim təbəqə ilə mübarizədə uğur qazanmışlar, hər ikisinə aiddir. Deməli 1D, 2AC, 3Y. Xəritəyə əsasən uyğunluğu müəyyən edin. Deməli 2-6-2 Şamaxı 6 Şabrandır. 4-cü David tərəfindən 1120-ci ildə qarət olunub. Xeyr. 4-cü David Qəbələni qarət eləmişdi 1120-də. Bu əraziləri 24-cü ildə tutmuşdu. Şəhəri tutmaq üçün Xarəzmşah Cəlaləddin şəhər əyanları ilə sazişə girib 3 Təbrizdir. Bəli, doğrudur. 12-ci əsrin 60-cı illərində Gürcü hücumlarına məruz qalmışdı. 1 və 5-i, yəni Gəncə və Bərdəni göstərir. Bu yanlışdır. Əslində 12-ci əsrin 60-cı illərində Ani və Dəbil şəhərlərinə Gürcülər hücum eləmişdi. Sonra 11-ci əsrdə alanların yürüşünə məruz qalıb 1 və 2, yəni Gəncə və Şamaxı doğrudur. Gəncəyə 1062-ci ildə yürüş eləmişdilər. Şamaxıya da 1032-ci ildə Alan, Sərir, Slavyan. Y variantında isə 2-4 Monqolların kəşfiyyat yürüşü zamanı tuta bilmirlər. 2, yəni Şamaxı və 4 Beyləqan. Xeyr, tuturlar, hər ikisini tuturlar, dağıdırlar. Deməli B və D variantı. 46-ya baxırıq. Fransada qəbul edilmiş İnsan və vətəndaş hüquqları haqqında bəyannaməni ABŞ-nin istiqlaliyyət bəyannaməsindən fərqləndirən xüsusiyyət hansıdır? Hakimiyyətin mənbəyi xalqdır, ikisinə də aiddir. İnsanların bərabər hüquqlu olması ikisinə də aiddir. Qanunsuz həbslərin qadağan olunması və mətbuat azadlığı. Bəli, bu sadəcə insan və vətəndaş hüquqları haqqında bəyannaməyə aiddir. İnsanlara yaşamaq, azadlıq və xoşbəxtliyə can atmaq kimi ayrılmaz hüquqların verilməsinə xüsusi qeyd olunması bu istiqlaliyyət bəyannaməsinə aiddir. Xalqın mövcud hökuməti dəyişdirmək hüququnun vurğulanması bu da istiqlaliyyət bəyannaməsinə aiddir. 47 hadisələrin hansının yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq alınar. O dövrdəki təbəqələşmə haqqında məlumat aldığımız qəbirlər aşkar edilib. Bu son tuncdur. Oraq meydana gəlib, neolitdir. Azərbaycan əhalisi ilk dəfə Ön Asiyanın qədim mədəniyyət mərkəzləri əlaqə saxlayıb. Bu neolit. Yaşayış məskənlərinin ətrafına ilk dəfə qalın müdafiə divarları çəkilir. Erkən tunc. Balıq ovlamaq üçün yeni alət, harpun, yəni bu da mezolit. Deməli, burada nə etməliyik? Burada 1 ilə 5-i dəyişdirməliyik ki, doğru, yəni xronoloji ardıcıllıq düzgün alınsın. 20-ci əsrin əvvəlləri Azərbaycan tarixinə aid doğru mülahizəni qeyd edin. Stolypin aqrar islahatı nəticəsində Azərbaycana rusların köçürülməsi davam edir. Bəli. Stolypin 1906-cı ildə Rusiyadan nazir vəzifəsinə gətirilir və o icma torpaqlarının dağıdılması haqqında qərar verir. Torpaq çatmayan kəndliləri isə Azərbaycana, yəni Qafqaza, Asiyaya, Sibirə və s. göndərirdi. Deməli, A düzdür. Sahibkar kəndlərə çəmən otlaq meşələrdən pay ayrılmışdı. Yanlışdır. Dövlət kəndlərinə ayrılmışdı. Dövlət torpaqlarının vaxtaşırı bölünməsi qaydası ləğv edilib. Bəli, doğrudur. 1903-cü ildəki əsasnamə ilə. Taxılçılıqda az da olsa maşın traktordan istifadə edilirdi. Xeyr, pambıqçılıqda istifadə edilirdi. Azərbaycan kəndlərində təbəqələşmə başladı. Bu vaxt başlamayıb 1870-ci il islahat ilə başlamışdı. Bu zaman güclənir. Deməli, AC, A variantı. Heydər Əliyevin prezidentliyi dövrünə aid uyğunluğu müəyyən edin. Dövlət quruculuğu tədbirləri və iqtisadi islahatlar. Konstitusiya ilk dəfə əlavə və dəyişikliklərin edilməsinə dair referendum bu 2002-ci ildədir və dövlət quruculuğu tədbirlərinə aiddir. İnsan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanunu 2001-ci ildədir. Bu da yenə dövlət quruculuğu tədbirləridir. Avropa üçün Paris Xartiyasının imzalanması və ona qoşulması bu xarici siyasətə aiddir. Özəlləşdirmənin normativ hüquqi bazasının yaradılması bu iqtisadi tədbirdir. İqtisadi islahatlar, xarici ticarətin sərbəstləşdirilməsi üçün açıq qapı siyasətinin tətbiq olunması iqtisadi islahatdır. Manatdan başqa valyutaların ölkə daxilində ödəniş vasitəsi kimi istifadəsinin qadağan olunması bu da iqtisadi islahatdır. Kolxoz və savxozlara məxsus torpaqların icarə əsasında kəndlərə verilməsi, icarə əsasında yox, təmənnasız verilirdi. Hakimlərin xüsusi imtahan verməsi təcrübəsinin başlanması, bu da iqtisadi islahat deyil, dövlət quruculuğuna aiddir. Deməli, AB, AB, 1 AB, 2 AB, burada da C variantı. 20-ci əsrin ilk 10 illiyi Yaponiyaya aiddir. Rusiyada müqavilə imzalanıb. Xeyr, Rusiyada müqavilə imzalanmayıb.
müqavilə Portsmut müqaviləsidir və ABŞ-da imzalanmışdı. Çindən təzminat alıb, Çindən təzminatı 1894-95 müqaviləsi zamanı müharibəsi zamanı alıb. Yəni onun nəticəsində dəniz döyüşündə qələbə çalmasalar da düşməni sıxışdırıb çıxara bilmişlər. Xeyr, dəniz döyüşündə qələbə çalmışdı. Rusiyadan təzminat almışdı. Xeyr, Saxalinin cənubunu ələ keçirmişdi. Bəli, Portsmut müqaviləsi nəticəsində.